Göyçayda ilan sancması hadisəsi baş verib. Hadisə rayonun Şəkər kəndi ərazisində qeydə alınıb. Kənd sakini 54 yaşlı Eldar Əliyev örüş sahəsində heyvan otararkən istirahət etmək üçün otlaq ərazidə uzanıb. Bu zaman ilan onun baş nahiyəsindən dişləyib. Hadisədən sonra ətrafdakı şəxslər dərhal ona kömək göstərərək Eldar Əliyevi Göyçay rayon mərkəzi xəstəxanasına çatdırıblar. Xəstəxanada ona ilan zəhərinə qarşı zərdab vurulub və digər tibbi müdaxilələr edilib. Əliyev Eldar Ağasaxoğlu. Kəndi malı da mənim simelim idi, mal bilmək üçün. Apardım sahəyə, otardım və qaytarıb gətirdim məhəlliyə, belə götürəndə də. Özüm oturdum, bir lokma çörək yedim. Sadəcə çörək yediyim yerdə burada. Yəni belə olub. Ondan başqa ayrı nə deyə bilərəm. Yəni gördün həmən anda, yoxsa yəni hiss elədin ki, yox, heç nə hiss eləməmişəm. Elə arxam elə bir şey, rəşətka var, rəşətkaya söykəndim. Açıqlıq yerdir da belə. Hər kəsən də orada çörək yeyir. Çörəyimi yedim, yığışdırdım, sumkanı astım bir qıraqdan, oturdum, biraz dincəldim. Burada vurdu, qaçdı. Yəni qaçanda da gördüm. İri ilan idi da, deyərəm elə, nə bilmək, metrəli, 80 santlıq belə ilan idi.